Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 11 siniflər üçün 7 iyun 2026-cı ildə təşkil olunmuş blok imtahanı riyaziyyat suallarının izahlarına baxırıq. Suallar tam şəkildə olmadığına görə bacardığımız qədər hissə-hissə izahlara baxacaq. Deməli, 16-cı sualda bizə sual verir ki, vektorlar verilib və A minus B plus C vektorunun komponentlərini tapın. Edəcəyimiz nədir? Deməli, 16-cı sual. 16-cı sualda. Əvvəlcə B ilə C-nin komponentlərini cəmini hesablayaq. Olacaq 2 üzərinə gəl 1, 3 növbəti 1 üzərinə gəl 0, 1 eləyir. 1 üzərinə gəl 3, 4 eləyir. Sonra isə A-dan bu ifadənin cəmini çıxaq. B plus C cəmini çıxaq və bərabər olacaq. A-nın komponentləri -1, -1, 2-dir. -1-dən 3 çıxsaq, -4. Növbəti -1-dən 1 çıxsaq, -2, 2-dən 4 çıxsaq, -2. -4, -2, -2. Doğru cavabımız B variantı. Növbəti sualda ikiyüzlü bucağın, deməli, müxtəlif üzlərində yerləşən AB nöqtələrin onun tilinə qədər olan AC, BC məsafələri. Deməli, qeyd eləyək. İkiyüzlü bucağın müxtəlif üzlərində yerləşən belə bir ikiyüzlü bucaq qeyd etsə, biri A nöqtəsi, digəri B nöqtəsi, bunların ortaq olan C nöqtəsi və bizə qeyd elədiyi AC, BC və AB məsafələr hər üçü bir-birinə bərabərdir. Bu üç bucaq bərabər üç bucaq olacaqsa hər tərəfi, deməli burada bütün bucaqlar da bərabər olacaq. Səbəb çünki bərabər tərəfli üç bucaqdır. İkiyüzlü bucağın qiymətini tapın, 60 dərəcə eləyir. Doğru cavab B variantı. Növbəti sualımız. Deməli, 18-ci sualda bizə deyir ki, AB qarşılıqlı sadə ədədlərdir. Əkobu hasilləri olaraq hesablanır 126. Növbəti A ilə B-nin cəmi isə bizə verir 23. Kvadratları cəmini istəyir. Bu ifadəni kvadrata yüksəldir. Deməli, A kvadrat plus 2 vur AB plus B kvadrat olacaq. 23-ün kvadratı 529. AB hasili bizdə 126 olaraq qeyd olunmuşdur. Deməli, A kvadrat plus B kvadrat ifadəsi bərabər olacaq. 529 çıxılsın. 2 vur 126. 126-nı 2-yə vursaq 252. 252. Və bunun cavabını hesablayaq. Doğru cavabımız edəcək. Deməli, 529 minus 252, 7. 12-dən 5 çıxsaq 7, 4-dən 2 çıxsaq 200. 277 A variantı. Növbəti sualımız. Deməli, 19-cu sualda. Biri digərinin 80%. Deməli, fərz edək ki, A, B-nin 80%-dir. Buradan alınan nəticə odur ki, 0,8 B-yə bərabər olur. 2 ardıcıl cüt natural ədəd. Ardıcıl cüt natural ədədlərin fərqi hər zaman 2-yə bərabər olur. A-nın yerinə öz ifadəsini yazsa, B minus 0,8 B bərabər 2 olacaq. 0,2 B bərabər 2, B-nin qiyməti 10 olur. Yerinə yazsa, A-nın qiyməti 8 olacaq. Bizdən kvadratları fərqinin modunu istəyir. 10-un kvadratı minus 8-in kvadratı, doğru cavabımız 36. Yəni C variantı. Növbəti sual. Xətlərlə hüdudlanmış fiqurun sahəsini tapın. Əvvəlcə biz bu fiqurun, deməli, diqqət edək şəklinə 20-ci sualda. Şəklinin birini diqqət edəsə x kvadrat, qollar yuxarı şəkildə yönəlir. Digər isə mənfi x kvadrat plus 8 şəklində düşünə bilərik. 8 nöqtəsindən başlayaraq qollar aşağıya doğru yönəlmiş olur. Bunların kəsişmə nöqtəsi 8 olacaq y oxu ilə. Deməli, biz bunlardan edəcəyimiz nədir? Fiqurun sahəsini tapın. Sahəsini tapa bilmək üçün verilən hissənin orta hissəsində qalan görüntünün sahəsini tapmalıyıq. Əvvəlcə bunların kəsişmə nöqtələrini tapaq. Bunun üçün yazırıq x kvadrat bərabər 8 minus x-in kvadratı olur 2x-in kvadratı bərabər 8, x-in kvadratı 4, x-in qiyməti plus minus 2. Deməli, bizim sərhədlərimiz -2 ilə müsbət 2-dir. Edəcəyimiz nədir? İntegral -2-dən müsbət 2-yə. Sonra isə, deməli, yuxarıda olan kvadratik funksiyadan, yəni 8 minus x kvadratdan x-in kvadratını çıxmalıyıq. İntegralını hesablayaraq cavabı tapa bilərik. Doğru cavabımız edəcək.
Deməli, integral -2-dən 2-yə 8 minus 2x-in kvadratı dx bərabərdir. 8 integralı 8x minus 2x kvadratın integralı 3-də 2 x-in kubu -2-dən 2-yə bərabərdir. Deməli, x-in yeni bir dəfə 2 yazsa olacaq 8 2-dən 16 minus 8 3-də 2-nin kubu eləcək 8 2-yə vursaq 16 minus ikinci dəfə -2 yazırıq -16 plus yenə də kubu -8 eləyir, mənfi qarşıya çıxdı 8 2-yə vursaq 16 3-də 16 bərabərdir. İfadəmizi sadələşdirsək, mötərizələr açsaq 16 minus 3-də 16 plus 16 minus 3-də 16 bərabər olacaq cavabımız. 16-ların cəmi 32 minus 3-də 32. Bu ifadə isə bizə verəcək, deməli, 32 minus 10 tam 3-də 2 olacaq. 32-dən, 31-dən 10 çıxsa 21, 3-də 3-dən 3-də 2 çıxsa 3-də 1. 21 tam 3-də 1 A variantı.